Salam olsun əziz və böyük Türk millətim. Salam olsun MXTV izləyicilərimiz. Salam olsun Mustafa bəy sizə. Demək, bugün çəkmək istədiyim bu video bütün xalqıma, millətimə, devlətlərimizə qarşıda çox böyük təhlükə əmələ gəlir. Bu, Türkiyə üzərindən vurulan füzələrin və son Fransız uçaq gəmisinin Kipris sahillərinə yaxınlaşmağı və Güney Kipris Rum kəsimi tərəfdə bu boyda ordunun yığılması, böyük bir təhlükələr var. Bunlara diqqət etmək lazımdır. Mən neçə illərdir bu Kuzey Kipris Türk kəsiminə və Kipris adasında olan təhlükələri yazılarımda da anlatmışam. Çıxışlarımda da demişəm. Baxmaq istəyənlər YouTube kanallarında var. Güney Kipris Rum kəsimi tərəfi, Yunanistan, İsrail və Lübnan, yəni Livan. Bunların anlaşması olmuşdu dəniz xəttindən. Və bugün də Fransız gəmisinin, aldığım məlumata görə Fransız gəmisinin, uçaq gəmisinin Kiprisə yaxınlaşması. Burada çox böyük oyunlar dönür. İran-İsrail savaşından istifadə edərək Kiprisə həddindən çox diqqət etməli, Xatay bölgəsinə diqqət edilməli. Baxın, İran-İsrail savaşını çıxardan əsl güc, arxalarında duran güc, bu savaşı çıxardan İngiltərə City of London'dur, yəni Anglo-Saksonlardır. Kipris adasında, Rum kəsimində onların hava üssü var idi. Ümumiyyətlə hərbi üssü var idi. Və oradan da drone atıldı, dəyildi deyən, bunlar oradan hərbi üssü çəkdilər. Amma üssü ordusunu çəkdilər, gəmilərini çəkdilər, amma üssü istifadəsi Amerikanın uşaqlarının istifadəsinə verdilər. Kiprisdə İngiltərənin, hər kəsə məlumdur, yəni bunu hərbiçilər bilir, ən böyük radar sistemi var. O radar sistemi bütün o bölgənin Ərəb yarımadasından tutmuş İsrail, İran, bütün Türkiyə, hər bir o bölgənin bütün informasiyasını, bilgisini toplayan və Sputnikdən göstərən radar sistemidir. Çox güclü. Və bu son vaxtlar İranın füzələrinin nöqtə atəşləri, yəni İsrailə nöqtə atəşləri, hamısı hədəfə dəymələri, gəmilərə və digərləri, bu bilgilər həmin o radar sistemindən verilmiş İngiltərə tərəfindən İrana ötürülmüş bilgilərdir. Və o da dəqiq nöqtə atəşindən vururlar. Kimsə deyə bilər ki, bu nəyə görə İngiltərə? Baxın, bütün bu savaşlar, bu Ukrayna, Rusiya, bugünkü İsrail, İran savaşı, Qəzzə və digər savaşlar və qarşıda gələcək Pasifik dənizində, Pasifik okeanında, Sakit okeanında olan savaşlar, bunun hamısını Amerika ilə İngiltərənin ikisinin savaşıdır, qarşı-qarşıya gəlməsidir. Amerikanlar ulusalçılardır, həm evangelistlər, həm ulusalçılar. İngiltərə Anglo-Saksonlardır və bu Anglo-Saksonların da içində 3 dənə də para baronları, Eşkinaz, Rothschild xanədanı, Baruch ailəsi və digər Habsburg ailələri var, Alman ailələri. Dünyanın bütün para finansını, ticarətini, bank sistemlərini, milli banklarını, nə varsa da hamısını paranın başında duran bu güclərdir. Bunlar globalistlərdir. Bu savaşı çıxartmaqla Amerikada məcbur etdilər, Pasifikdə Çinə qarşı olan savaşa hazırlıq var idi. Artıq oradan bütün gəmilərin güclərini çəkirlər, ora boşalır. Burada Orta Doğuda saxlamaq üçün. Və bu, Amerikanın etkisində olan bütün bölgəni Anglo-Saksonlar 2-ci Dünya Savaşından sonra hər bir şey əllərindən çıxmışdı. Və yenidən geriyə dönmək istəyirlər. Və burada bu iki gücün arasında digər tərəflər, hər kəs öz tərəfini seçməlidir. Məsələn, Amerikanın tərəfində və İsrailin tərəfində olanlar həm Abraham Alyansı, İbrahim İttifaqında olanlar, imza atanlardır.
Yəni İsrailə beyət edənlərdir. Və bu gün Donald Trump'ın Amerikanın yanında, Donald Trump'ın yanında sıraya düzülənlər, bunlar artıq mövqeyini bildirmişlər. Bunlar isim çəkmirəm. Hamısı Amerikan tərəfindədir. Anglo-Saksonlar tərəfdə olanlar Çin və Çini də bugün belə gücləndirən həmin Anglo-Sakson City of London'dur. Burada Azərbaycana saldırdılar dronla. Biz dərhal duyğusal hərəkət etdik. Bu dronun günün orta çaxdı sağlanda insanlarımız görürsə də bizim hava müdafiə sistemimiz niyə bunu görmədi və niyə vurmadı? Əgər orada doğrudan da bu bombalar gəlib o dron məktəbə düşsəydi, körpə uşaqlarımız olsaydı, onda kim cavab verəcəkdi? Yəni Türkiyə üzərindən də İran füzələrinin vurulub salınması, bundan öncəki videomda demişdim. Bu hava üslərinin, Patriot hava üslərinin, NATO qüvvələrinin Türkiyə ərazisində yerləşdirərək İncilikdə, digər Adanada və digər bölgələrdə bunlar Amerikan gəmilərinə gedən İran tərəfdən atılan füzələri vurub salırlar, qoruyurlar. Və onun da qırıqları düşür. Ancaq burada diqqət edin. Çox təhlükəli bir savaşın nöqtəsinə gəldik. Artıq bölgesələ yayılmaq istəyirlər və yayırlar da. Azərbaycan və Türkiyəni bu savaşa soxmaq istəkləri artıq 90%-dən çoxdur bəlkə də. Çox incə bir savaş. Çünki Azərbaycan savaşa girərsə, Türkiyəmiz də girəcək. Türkiyə savaşa girərsə, Azərbaycan da savaşa girəcək. Biz hərbi ittifaqıyıq, həm də qardaşıq. Bu hər kəsə məlumdur. Ona görə mən bundan öncəki videomda deyirdim ki, çox incə və diplomatik hərəkət etmək lazımdır. Amma buna zorlayırlar bizi. Hər an Türkiyənin ərazisinə artıq füzə düşə bilər. Və bu da savaşa soxa bilərlər. Bu da ki, NATO qüvvələri yardım eləyəcək, nə bilim, nəsə göndərəcək, amma savaşan Türk milləti olacaq. Türkiyə Cümhuriyyətinin Məhmədçiyi olacaqdır. Bunlar da bunu etmək istəyirlər. Bu siyonistlərin, İsrailin, Amerikanın projesidir. Bu tərəfdən də ikinci səhvə asmaq üçün Azərbaycanı oyuna gətirmək istəyirlər. Əziz millətim və dövlətin üst qatında olanlar, hər kəs. İlk öncə dövlətimizin təhlükəsizliyi, xalqımızın təhlükəsizliyi siz zaminsiniz. Dövlətdə üst görevdə olanlara deyirəm. Ad çəkmirəm, bütün o görevdə olanlar. Burada nə olsun oyuna gəlmək lazım deyil. Bu İran-İsrail savaşına qarışmamalıyıq. Nə NATO'su, nə İsraili, nə o birisi, bu birisi, heç biri bizim nə dostumuz deyil, nə yaxınımız deyil. Bizim özümüzdən başqa, Türkiyənin, Azərbaycandan başqa heç kimimiz yoxdur. Nə olacaqsa da bir-birimizin dərdinə də yanan, yanında da qaçan, yardıma da qaçan biz olacaq. Türkiyə, Azərbaycan. Və buradan da bir şey demək istəyirəm. Bu son vaxtlar həm bizim mediada, keçən səfər də dedim, həm Türkiyə mediasında bu Türkiyə-Azərbaycan arasında bu millət vəkilləri, Türkiyə Böyük Millət Məclisi, bizim millət vəkillərimiz, iqtidara yaxın medialar, o tərəfdən iqtidara yaxın medialar Türkiyədə. Bu Türkiyə-Azərbaycan arasında dedikodular edirlər. Bu xalqlarımızın, dostluğumuzun, qardaşlığımıza qarşı soyuqluq yaradırlar. Və bundan da düşmənlər də istifadə edir. İçimizdə olan xainlər də istifadə edir. Baxın, Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu şəxslərə bağlamayın. Kimsə şəxsiyyətinə görə, kiməsə görə bu qardaşlığımız yoxdur. Bu dövlətin, xalqın 82 milyon Türkiyə Cümhuriyyətinin, 10 milyon Azərbaycan Cümhuriyyətinin bir-birinə olan sevgisi və qardaşlığıdır. Kimsə kiminsə xatalarını deyə bilər, yanlışlığını deyə bilər. Ancaq dövləti
kendi çıxarlarınız üçün, özünüz üçün dövlətçiliyini bir-birimizdən soğutmayın. Çünki millətin də yarısı cahildir. Həm o tərəfdə, həm bu tərəfdə. Həm Türkiyədə, həm Azərbaycanda. Hamısı deyilənlərə inanırlar. Bilmirlər nə var, nə yox, elə ağızlarına gələn danışırlar. Düşmənlərimiz də istədiyi budur. Kimsə oldu ya kimsə olmadı. Hamımız gəlmişik getmək üçün bu həyatdan. Öləcək də, gəlibsən, gedəsən də hər şey. Hər bir şeyin vaxtı var. Ancaq bir nəfər yoxdur, ya səhər olmadı. Türkiyə ilə Azərbaycan arasında qardaşlıq pozulacaqmı? Kimsə şəxsiyyətlə mi bağlanıb bizim qardaşlığımız, dostluğumuz? Bizim tarixi qardaşlığımız, dostluğumuz, eyni kökümüz və hər zaman da bir-birimizə qardaş olmuşuq. Ən son dar günlərdə də. Bu şeylərə son vermək lazımdır. Bunu başqa yönlərə yönləndirən media qrupları var. Həm Türkiyə tərəfdən, həm Azərbaycan tərəfdən. Yaltaq, kimlərinsə piyonunu edən, bilinmir kimlər tərəfdən finansırı olur, siyonistlər mi tərəfdən, Ruslar mı tərəfdən, kimlər tərəfdən bilinmir. Bu şeyləri dayandırmaq lazımdır. Mən bundan öncəki videoda bazı görüşlərimi demişdim. Orada komentariya yazan bizim əziz izləyicilərimiz sual verdilər. Bilirsiniz, bugün heç kəsə heç nə gizli deyil. Kimin əli, kimin cibindədir, hər kəs yaxşı bilir. Mənim deməyim təhlükələrdir. Yəni, mənim dediyimi aydınlarımız, yazıçılarımız, yazarlarımız, fikir, düşüncə adamları, hər kəs bilir. Biz bu savaşa nə olsun qarışmamalıyıq. Bu günləri. Bizi bu savaşa soxmaq istəyirlər. Türkiyəmizi ümumiyyətlə çox təhlükəli bir dönəmə girir Türkiyəmiz. Çünki boş-boş bəzi çıxışlar eləməklə, pofosu çıxışlar eləmək işlər getməz. Yunanistan, Kipris adası, Rum kəsimi, orada yığılan ordular, bunlar hamısı Türkiyəmizə qarşı hazırlıqdır. Hər an hər şey baş verə bilər. Və yaxud da ki, İrandan atılan bu səfər bir füzə Türkiyəyə düşə bilər. Ölüm itim ola bilər. Və yaxud da Azərbaycana. Kim garanti verir buna? Çünki yeni seçilən İran dini lideri Xamenei elan etdi. Dedi, hansı ölkədən bizə təhlükə gəlirsə, Amerikaya dəstək verirlərsə, baza yeri verirlərsə, üst verirlərsə, nə verirlərsə, hər yeri vuracaq. Açıq dedilər. Onlar nə etməlidir? Onları vururlar. Onlar bu vurmasın, özünü müdafiə etməməlidir. Birləşmiş Millətlər, insan haqları, hamısı boş-boş şeylərdir. İranı vururlar, biri dinlənmir. İsrail, Amerika dayanmadan xalqı, milləti bombalayırlar, biri dinlənmir. İndi bu adda Ərəbistana, Dubayda da hamısı qalxıblar ki, başqa dövlətlərə sən saldırma. Və buna qalmalıdır buna qarşı. Həmin dövlətlərdən füzə gəlir, raket gəlir. Bu atdığı füzələrdə o dövlətlərdən müdafiə hava sistemləri qurub orada saxlayırlar, yer veriblər. Bu nə etməlidir də? Siz olun. Əgər düşmənçilik başqa, amma düşmən də olanda da mərdi-mərdanə olar. İran Fars rejimi bildik bizim düşmənimizdir. Amma qonşuluğumuzdadır. Onun yerinə sən olacaq. Vətən müharibəsidir bu. İşğala girirlər. Xalqı, uşaqları kim gəldi bombalayırlar dayanmadan. Hələ bunun axırı hara gedəcək heç bilinmir. Hamı iqtisadiyyatın, ekonomikanın düşüncəsindədir. Hürmüz boğazı bağlandı, petrol qalxacaq, petrol düşəcək, gidə gedəcək. Orada minlərlə adam ölür. Heç onu dilə gətirən yoxdur. Yəni insan haqları, demokratiya, toleranizm, nə bilim, toleratlıq, beynəlxalq ulusal məhkəmə, xalq azad, bunlar hamısı bunların özlərinindir. Lazım olan ölkələri darmadağın etmək üçün, lazım olan liderləri aradan götürmək üçün. Hamısı boş-boş şeylərdir. Özümüzü düşünməliyik. Türkiyə, Azərbaycan bu durumda
ancaq bir yerdə addım atmalıdır. Çox təhlükəli bir oyuna gəlmişik. Və Türkiyə Cumhuriyyətinə, Türkiyədə olan qardaşlarımıza, fikir yazar adamlarına, aydınlarımıza da buradan salamlar söyləyirəm. Kipris təhlükəsi artıb. Yunanistan, adalar, böyür başı, hər yeri silahla doldururlar. Bu İran olaylarında burada Türkiyəmizə qarşı çox böyük bir xaincə oyun oynanacaq. Buna diqqət edilməlidir. Allah'a emanet olun. Allah Türk'ü korusun ve uzatsın.